Chelsea çəkmə haqqında nə bilirsiniz? Bu çəkmədir. Uzun boğaz çəkmə. Rus dilindən götürülmüş batinka, patinka, sapaşki, sapaşki sözləri ilə adlanmır. Azərbaycan ilə buna çəkmə deyilir. Onun özəlliyi odur ki, bu hissəsində rezindir və bunu çox rahatlıqla ayağa geyinib soyunmaq olur və qaytanları da yoxdur. Buna loferin uzunboğaz çəkmə versiyası da demək olar. Bu çəkməni həm kişilər, həm də qadınlar geyinir, amma Azərbaycanda qadınlarda çox az hallarda rast gəlmək olur. Kişilər də bu belə çəkmələrə üstünlük vermirlər. Bəlkə də tanımırlar, daha çox standart qaytanlı ayaqqabılar geyinirlər. Amma bu çox gözəl bir ayaqqabıdır və bunun özəlliyi odur ki, bunu həm cinslə, həm chinosla, həm də kostyumla geyinmək olar. Əlbəttə ki, kostyumla geyinəndə hamar dəridən olan çəkmə geyinmək lazımdır. Cinslə isə hamar dəridən olan həm cinslə, həm kostyumla uyğundur. Zamşadan olan isə daha çox casual və smart casualla uyğunlaşır. Və mən sizə məhz dəridən, həqiqi dəridən və zamşadan belə bir çəkməni almağı məsləhət görürəm ki, hava mübadiləsi yaxşı olsun, ayaqlar tərəməsin. Altlığı da müxtəlif ola bilər. Dəridən ola bilər, üstündə rezin ola bilər dərinin və yaxud da ki, tam olaraq rezindən və yaxud da ki, kauçukdan ola bilər və yaxud da ki, digər materiallardan ola bilər. Su keçirməyən, yüksək keyfiyyətli kauçukdan olanı tövsiyə edərdim, amma digər materiallar da ola bilər. Dəri biraz ağır olur, digər materiallar isə yüngül olacaqdır. Bəs siz belə bir çəkmə geyinirsiniz, yoxsa yox?